Termistor yarımkeçircidir. Onu qızdıranda termistorun müqaviməti azalır. Dövrədəki cəryan şiddəti I bərabərdir. EHQ bölünsün. üstəgəl termistor ardıcıl birləşiklərdə toplayıram. Bir də daxili müqavimət. Termistoru qızdıranda müqaviməti azaldığından dövrəyə gələn cəryan artır. Dövrədəki ümumi gərginlik U bərabər EHQ minus IR-dir. Dövrədəki cəryan artdığından ümumi gərginlik azalır. Ümumi gərginlik U bərabər V1 üstəgəl V2-dir. Ümumi gərginlik azalır. Rezistora baxsaq, rezistor üçün gərginlik V1 bərabərdir. I vurulsun R-dir. Rezistorun müqaviməti dəyişməyib. Ona görə də cəryan artdığından V1 voltmetrinin göstərişi artar. İndi V2-yə baxıram. V2-ni buradan tapsam olacaq U minus V1. Mənbədə ümumi gərginlik azalıb. V1 voltmetrində gərginliyi artıb, özdə qabaqda minus işarəsi var. Aydın məsələdir ki, V2 voltmetrində gərginliyi azalmalıdır.